Zarafatları bəzən xətrimə dəyir. Bu Nisan seçimi deyil. Qətlən baxdı mənə və gözlərimin içinə əsəbi idi, bilmədi nə desin. Birdən dedi televizor boş. Sən başa düşməzsən. Sən başa düşməzsən. Burada da yox dedin? Yox dedi. Yox dedi. $80.000 ayda. Olar. Doğrudan. Kim məni xilas etmək istəyir? Ayda $80.000 verilir. Hər yerə gedirəm. İslandiya, Polşa. Hər kəs xoş gördü. Siz sözün açığı verilişinə baxırsınız. Qonaqlarımız Erkin və Nisə xanım. Buyurun özünüz haqqında biraz məlumat verin. Evlənməyin. Hə, yox. Elə bir başqa veriliş deyil bu. Bu veriliş deyil. Mən Erkin. Mənim haqqımda ən çox yoldaşım bilir. Özü elə deyil. Onda Erkin, sən Nisə haqqında danış. Nisə sən haqqında. Eyni universitetdə oxumuşuq. Universitetdən tanışsınız. Bəli, universitetdə tanışdım. Müəllimə idi, mən şagird. İkimiz də oxuyurduq, ikimiz də tələbə idik. O vaxtdan nə qədər elədim, bir də baxdım ki, 20 neçə ildir evliyik? 15 ildir evliyik. Bildiyim qədər də 3 dənə övladınız var. Bəli, 3 dənə övladımız var. Onda hazırsınızsa suallara keçid eləyək. Həyat yoldaşın ilk görüşdə özünü olduğundan daha fərqli göstərib. 3, 2, 1. Fazla billər düşünmüşəm, 15 il. Fərqli cavablar gəldi. Sən özünü fərqli aparırdın deyəsən. Aparmamışam. Olduğum kimi olmuşam həmişə. Amerikin deyir ki, çox fərqli idi. Son dəyişdi, yavaş-yavaş dəyişdi. Mən heç utanıram, amma sən biraz daha Necə idi? şən, daha... Birinci utanırsan da, sonra açılışırsan. Sən yanında utanmamışam axı. Aa, Görüşdə. ilk görüşdə utanmamısan? Yox, niyə utanım? Utanmaq yox. İlk görüş nəyə nəzərdə tutursunuz? İlk başda Biz eyni universitetdə oxumuşuq O da. da bir orada saniyə uzaqdan görəndə yox da, ilk dəfə sizin ilk görüş deyək. Date'də. Date'də. Ya Nisə, yəni məndən fərqli olaraq mən çox belə səmimiyəm də, yəni həddindən artıq. Nisə də həmişə mənə deyir ki, bu qədər səmimi olmaq olmaz ki, haqlıdır. Nisə çox səmimiyyətsizəm. Ya Nisə, mən çox demədim ki. Burada bir faiz var. Çox səmimiyəm dedim. Kim sən? Sən deyirsən ki, mən çox səmimiyəm. Nisə, də aşırıyam da, sən normasındasan. Hə. Bəs Nisə, Erkinin bu qədər səmimi olması səni narahat edir bəzən? Bəzən çox narahat eləyir. Çünki qarşıdakı insanlar onun səmimiyyətini yanlış anlaya bilirlər. Bəli. Ən çox da qızlar. Hər Olur, bəli. Həyat yoldaşın sənin ən böyük tənqidçindir. 3, 2, 1. Eyni cavablar gəldi, bəli cavabı. Onda siz hər zaman bir-birinizi tənqid eləyirsiniz. Davranışınızla bağlı, geyimlə bağlı. Geyimlə bağlı yox, daha çox həyatla bağlı. Geyimlə bağlı müzakirə eləmirik. Yəni hər halda mənim də görünüşümdən görünür ki, bu Nisə seçimi deyil. Nisə olsaydı bəs necə geyindirərdin? Nisə yəni qarışmır elə şeylərə. Tənqid eləmir buna bağlı. Yox, geyimlə bağlı indiyə qədər heç vaxt tənqid eləməmişik. Daha çox geyim müzakirələri biraz məntiqli şeylərin üstündə olub da, yəni belə tam belə zövqə uyğun bizim şeylərimiz olmuyor. Bir-birimizə motivasiya olmaq üçün bir-birimizi tənqid eləyirik bəzən. Bəli. Bir zarafata görə evdə nə vaxtsa incilik olub. Nə cavab verdi? Erkin mimikası ilə dedi ki, yox, heç yox olmayıb, amma Nisə dedi ki, bəli. Kadınsal şeylər, türklər demiş. Zarafatları bəzən xətrimə dəyir. Bəzən başa düşmürəm zarafatlarını olur. Burada haqlıdır. Başa düşmür mən. Yox, mən Nisənin heç bir zarafatı mənim xətrimə dəymir. Mənlə bağlı zarafatlarını incirəm. Çox dəxsiz bir şeydə incib də, yəni. Erkin denən də bu zarafatı denən. Axırıncını deyim. Özüm bilmirəm. Mən nə bilim, səndə axırıncı o qədər var ki. Dalaşan kimi başlayırsan eramızdan əvvəldən. Nə bilim hansın? Bilmirəm. Nə deyim? Televizor. Bilmirəm, o bir şey deyil, amma mən xətrimə dəymişdi. Bax, çox istəyirəm. Bax, bundan necə incimək olar? Zarafatca demişəm ki, televizor, başın televizor oxşur. Amma necə? Yox, çox istəyirəm. Bizim balaca oğlum Atahan belə dəxsiz bir dənə şeyə baxır personaja. Başı televizordur. Belə bir şey. Əslində yarı zarafat, yarı hissənib belə bir şey çıxmışdı ortada və mənim heç xəbərim yox. Sən necə televizor bax, beləmişəm gedib də, yəni saniyənin içində ağlamaq zadəmə başladı. Nə olur? Mən televizor başın televizor. Nə belə nə tutamıram. Qadın məncə başqa şey əsəbi. Baxdı mənə və gözlərimin içinə əsəbi idi, bilmədi nə desin. Birdən dedi televizor baş. Belə elədi. Sonra çıxdı getdi. O da mənim xətrimə dəydi. Sən başa düşməzsən. Sən başa düşməzsən. İnsan niyə elə bir şeydən əsəbləşsin? Əsəbləşmədim, pis oldum. O romantik insandı. Eyni cavab gəldi bu dəfə. Bəli. Əsas. Aha. Bəli.
Elgini Azad, soruşursunuzsa, ha, beş Elgin dəqiqə, təzə bax deyil mənə. romantikdir, bəli, çox romantikdir. Gözləmədiyim yerdə gül alıb gələ bilər mənə. Gözləmədiyim Gec gələndə də danışalım. Gözləmirdim, buyurun. Düzdür, bəli. Hədiyyələr eləməyi çox sevir. Ay Allah. Bu qədər. Bu qədər romantik. Bir dənə gül. Pisliyi alır, 6 saat hədiyyə alır. danışır, kino kimi. Qəşəng sözlər deməyi çox sevir. Bəli. Aha. Yəni elə cümlələr qurur ki, yəni Siz də görərsiniz. hədiyyələrə dəyər yəni. gözəl. O dərəcədə. Elkin o cümlələri bizə də denə. Sizi sevmirəm. Deyərdim ki, məndən daha çox romantikdir. Vay. Gözəl. Kövrəldim. Demək sən də layiqsən ki, Televizor bizə də sən silindi. romantik. Aha, televizoru Eynən. sildim. Amma silməyəsən, inanma. Silindən deyil. Nisə çox romantikdir. Neynir? Nisə dalaşır görəndə. Kitab alıb mənə bəzən gözləmədiyim şeyləri hədiyyə eləyir. Yəni tək hədiyyə ilə pulla deyil də. Məsəl üçün Davranışlar gözəl da sürprizlər var. eləyir, davranışlarla, nə bilim. Bəzən elə olur ki, məsəl üçün əsəbi gəlirsən, onu başa düşür. O da mənim üçün məsəl üçün bir romantikadır. Ailə içində qərarları sən verirsən. Bu ailədə kim qərar verir? İkiniz də xeyir dediniz. İkimiz də eyni. İkimiz də eyni. 50-50. Mənim ağzım nədir ki, mən özümdə. Ya, yəni qərarları bir yerdə Müzakirə veririk, eləyirik. müzakirə edirik. Ortaq bir yol tapırıq. Bəzən elə qərar olur ki, məsəl üçün bu sırf Nisənin qərarıdır. Mən ona hörmətlə yanaşıram, amma etirazımı bildirirəm ki, mən razı deyiləm buna. Bizdə uşaqlar özləri də qərar verir evdə. Həm azadlıq, həm də övlad tərbiyəsində bərabər fikir. Bəli. Mən Bəli. biraz aşırı azadlıq. Mən məsələn bir Türkiyədə yaşayanda biz bir müddət it saxlamalı olduq. Mən o itə o qədər azadlıq vermişdim ki, o it depressiyaya düşmüşdü. Doğrudan biz veterinara getdik. Veterinar dedi ki, bu yəni istəyir ki, onun sahibi olsun. Siz elə azadlıq Çox rahat verirsiniz ki, o buraxmısınız sahibsiz evi. kimi hiss edir özünü. İt məsələn istəyir ki, komandalar alsın. Onda heç bir şey yox. Nə istəyirdi? Avara bir də adam elə. Uzun müddətli xaricə iş təklifi gəlsə, ayrı qalmağa razı olarsan? Elkin dedi bəli. Burada da yox dedin. Yox dedi. Yox dedi. Niyə yox? Olduğunu dedi. O işləməyə gedir. Sizin ailəniz var, övladınız var. Mən təklə Evdəki danışmam. sirlər danışır. Mən danışmamışam bizə. Özlərdir onlar. Yoxsa bu Aramızda yaxınlarda belə bir təklif belə gəlir. aramızda belə söhbət olub. Hətta bu yaxınlarda da belə olub. 2-3 gün bundan öncə də Aha. olub. Amma mən ondan razılaşmıram bu fikirlə. Sən Çünki mənsiz mən qalamıram. qala bilmirəm onsuz. Çox darıxıram, çox bağlıyam Mən də qalamıram. Mən də darıxam, amma məntiqli şeylər vardı. Mən orada məntiqlə düşünmürəm. Yəni mən qala bilmirəm. Bax belə cavabları var. Başa Elkin amma icazə verir. Deyir uzun müddətli. Deyir buna uzun müddətli bir il. Yox. Yenə də olsa Yaxşı yaz. təklif olsa razı 10 min olaram maaş, əlbəttə. O dollar. azdır. Azdır. biraz çox Oha. 80.000 dollar ayda. Olar. Doğrudan. Kim məni xilas etmək istəyir? Ayda 80.000 dollar verildi. Hər yerə gedirəm. İslandiya, Polşa. Ev işlərini bərabər əldə edirsiniz. Eyni cavab gəldi, amma Elkin yenə də belə Qisməndir də. Bir Mən yalandan qismən. necə deyim ki, mən Qismən bütün evi kömək təmizləyirəm. eləyir. Qismən. ayda bir. Məsələn, Ayda bir yox. Məsələn, eləyir. yeri belə salanı mən belə Nəyinizə? Deməli, kənarını Gəl düzəldirəm. otur. İncə belə. polu silib süpürmək, qabları O elə yumaq. bir pulu silib. Yox. Qabları yumaq falan, paltar yumaq kimi işlər deyil də daha yorucu, hansı ki gündəlik xırda işlər adamı yorur. Orada Elkin mənə dəstək olur. Özündən sonra masanı yığmaqdır. Mən vanna stəkan otağını yuram olsun. da amma da. Stəkan da yuram. Stəkan yuyur. Qab Sonra- belə də. yəni. Uşaqlarla vaxt keçirməkdir ki, hansı ki kömək olur o vaxtlarda. Masanı toplamaq, öz yerini yığmaq, bu kimi işləri görür. Sağ Məndən olsun. ev heyvan kimi danışdı. Özü öz kakasını Elə eləyir. Onun paylaşdığı bəzi videolara bunu qoyma demisən. Düz dedim. Eyni cavablar gəldi, xeyir cavabı. Hə, Yəni demə. qarışmamısınız bundan bağlı. Yox. Qismən qarışmamışam. Tənqid olub da elə belə İngilvari. Fikrimi bildirmişəm. Yəni belə eləməzdin, belə eləyər. Nisə demişəm ona həmişə ki, çox xoşlamıram Nisə tək şəklini paylaşsın. Mən də o şəkildə olmalıyam. Yaşam, Ondan tək həyat paylaşım. tərzi videolarınızda Elkin var.
Videolarda yox. şəkildə Bəzi şəkillərdə, mütləq. hə, Bəzi istəyir şəkillər. olsun. Amma belə sırf şəkilləri sildirmir. Çünki mən də sildirmirəm onun postlarını. Niyə? Çünki biz hər videoya, hər posta əmək sərf eləyirik. Mən ona məsələn deyə bilmərəm onu silsin. Onun qısqanclığı səndən çoxdur. Başqa cavab. Tam fərqli cavablar gözləyirdim. Erkin dedi bəli, Nisə dedi xeyr. Doğru. Hə, məndən çoxdur söhbət. Ha. Mənim Yox, qısqanclığım ondan çox. Bəli. Sən Mənim Nisə çox qısqanclığım ondan qısqancsan. çox. Əslində mən düşünürdüm ki, Erkin. Mən də qısqancam. Ergində də var, amma həddini aşmırıq. Yəni Nisə aşır. aşıram. Yox. Olur aşdıqlar, necə deyim? Əsəbləş. Aş yerin. Beynim yandı. Başlayır aş yerin. Çox aşmıram düzünü desəm. Nisə çox. Həddində, hədsiz Bəli, dərəcədə. həddini aşmıram, amma aşdığım yerlərdə o qısqanclıq sayılmır. Yəni fikrimi bildirirəm. Mən aktyoram. Yəni mən sənətim elə ki, qısqanılası bir sənətdir. Yaxşı ki, mən romantik aktyor edirəm. Özüm qısqanlası adamam. Özüm tərif. Ya aktyoram da, yəni. Sən romantik rola icazə verərdin. Hollywooddan əgər gəlsə, Sən öyle şeyler değil icazə ki. verərəm. Real olmayan 85 milyon dollar kimsə versin. Həyat yoldaşın səni dəyişib. Zövqlərimə yüngül təsirlər oldu. Yəni belə şeylərdə dəyişiklik olmuyor. Xasiyyətimdə hər nə qədər nəsə desə də, mən özümü tanıyıram, bilirəm ki, mən xasiyyətim heç vaxt dəyişmir. Elə həyatda belə şeylər var ki, ora yanaşmam məsələn mənim fərqli olub. Nisədən sonra görmüşəm ki, bura fərqli yanaşmaq lazımdır. Nisə bəs Erkin? Ergin də məndə çox şey dəyişib. Birini misal olaraq gətirə bilərəm ki, mən məsələn çox narahat insanam. Məsələn bir hadisə baş verəndə, bir şey baş verəndə mən onu beynimdə bir 10 cür ssenari qururam. O daha da çox məni panikaya salır, narahat eləyir. Amma Ergində elə deyil. Bəli, xeyr, suallarımız yekunlaşdı. İndi isə keçid edirik lövhə ilə olan suallarımıza. Əsəbləşəndə ilk nə edir? Gözlədiyim cavab oldu. Nisə deyir zarafat eləyir, Erkin deyir susur. Əsəbləşəndə zarafat edirlər. Zarafat elirsən də. Zarafat elirsən, hissini biraz şey eləmək üçün zarafat elirsən. Bilirəm ki, nəyəsə əsəbidir. Oluram, düz. Dərsiz zarafat. Eyni şey mənim 3-cü oğlum atamda da var. Var, hə. Nisə Erkin düz dedi, susmaq. Susuram. Mən ümumiyyətlə hisslənəndə də susuram, hər şeydə susuram. Sevinəndə də, hisslənəndə də eyni reaksiya. Yox, sevinəndə yox. yox, amma çox vaxtı Nisə əsəbi olanda, susmağı əgər Nisə seçirəm. susubsa, belə Əsəbidir. üzüm mimikalarından hiss olunur ki, bəli. Üzüm məndən öncə danışır. Həyat yoldaşının ən çox işlətdiyi söz. 3, 2, 1. Nisə deyir, senaxidəyəm. Yox, ssenaridəyəm. Senaridəyəm. Necə yazmışam baxım, senaxi. Yox, Mən səhv oxudum, həmişə kimi. Erkin amma deyir, Mən deyirəm. yox və başa düşdüm. Və ssenaridəyəm, Nisənin dediyi düzdür. düşündüm ki, deyəcək ki, hardasan sualı da ən çox işlətdim. Ona görə Nə oldu? elə fikirləşdim. Ona görə yəni ən çox işlətdiyi söz budur, ssenaridəyəm. Nisə də orada hardasan çox. 15 ildir deyir ssenaridəyəm. Hər gün nə vaxt Hər sorsan tanış olduğumuzdan gündən bəri soruşam hardasan. İşləyirəm də mənim işim budur. Başladım, ayda bir dənə ssenari versin. Bu da sənin. Ayaq dalını çalır. Bir-birinizə qarşı ən çox istifadə etdiyiniz söz. Yox, bizdə çoxdur. Bizdə çox da. Hansını yazım? Nisə deyir, həyatım, sevgilim. Erkin Bu amma standartda Lisə. Sən bunu yaz. pis-pisim, kral. Kral deyir mənə bəli. Ət tökəndir də deyirəm bu yerdə. Onları yazmağa ehtiyac yox idi. Onlar başqa. Ümumi Nə də. deyir? Necə sevdim həyatımı hamı deyir. Uşaq vaxtı mən dediyim şey niyə Həbibi deyil? deyəcəm, ərəb deyir. Onu gənc vaxtlarımızda deyirdin də. Bildim də, bu Doğru. çox standartdadır. Aşkım deyir. Uy. Ağzına 1 kilogram yağ və ət tökürəm. Niyə ki? Dediyin söz niyə? Elə şeylər biraz insan Aşkım gözəl bir şeydir. Aşk, sevgi. Həyatım, sevgimi aşkım deyil. Həyat yoldaşın kimsəsiz adaya düşsə, yanına alacağı 3 şey. Nisə deyir, məni götürər, çadırı götürər, işıq götürər, ailə,
kimsəsiz adaya gedir. Niyə özünüzdən Uşaqların yazırsın. Götürəməz ailəsi qalanında da. Qab-qacaq. Atdın uşaqlarınca mənə götürdün. Yaz. Mete. Uşaqları ora istəmərəm də. Uşaqları istəmərəm. Oha! Necə? Kimsəsiz adada uşaqları niyə öldürür? Ha, kimsə də əyləncəyə getməmiş. Erkini bəs nə yaparsınız? Ergin. İkili aparır. Və öldürməyə aparır. Qab-qacaq deyir aparmalıdır. Apteçka. 100%. Oradan bu kimsəsiz adada qalsan isə 100% Yemək hardadır bəs? O Qab-qacaq. yemək üçün istəmir. O Onu nəsə xoşdur, fərqli. Aksessuar olsun, ev Hə, aksessuarı. fərqli qablar, zatlar olsun. Belə otursun, belə baxsın. Sahili bəzəyirəm mən. Bəs siz işığı nə edir? Fikirləşdim ki, əgər mənlə gedirsə, işıq aparar çünki qaranlıqdan qorxuram. Çadır aparar çünki həşəratlardan qorxuram. Bir də mən aparardı. Yəni başqa qalan şeylər aramızda həll edə bilərik. Düşürəm. Özümü Həll edə bilərik başqa şeylər. Və yəni tək də gedə bilmirəm, bildiniz? Kimsəsiz adaya belə tək gedir. Kimsəsiz adaya belə tək gedə bilmirəm. Allahın kimsəsiz adası. Ora tək düşə bilmirəm. Samolyot partlayıb düşürəm, nisə də düşür. Mən də gəlməliyəm. Erkin Nisə ilə olan buraxılışımız yekunlaşdı. Kommentlərdə bu cütlüklə bağlı fikirlərinizi yaza bilərsiniz. Nə demək istəyirsiniz buradan? Allah bütün ailələri xoşbəxt eləsin. Evlənməyin, yaşları yox. O qədər. Ya evlilik çətin və məsuliyyətli bir şeydir və evdə davalar elə davalar olsun ki, heç kimə xələl gətirməsin. Adi stres atmaq olsun da belə deyək. Düzdür. Sizi sevirik. Bu kanala abunə olun. Hə, ata. Sən də vaxt. Bax, əl salla, sağollaşaq. El salla, hadi. Buraxılışımız yekunlaşdı. Sağ olun, Növbəti sağ olun. buraxılışda görüşənə dək. Sağ ol, sağ ol, sağ ol.